Yumurtanın Sarısı kanalına xoş gəlmisiniz. Bugün Supermarket Simulator oyununu oynayırıq uşaqlar. Yumurtanın sıçdım. Yumurtanın sarısı yara qurban ol. Deməli oyundakı məqsəd supermarket açıb və o supermarketimizi böyütməkdir, müştərilərimizə malları çatdırmaqdır. Nəsə belə bir oyundur. Supermarket Simulator xoş gəldin. Küçük bir bakkal olaraq başlayıb işletmeni mükəmməl bir supermarket oldu. Sağ olun. Görüşərik. Supermarkete dönüştürəcəksin. Ürün tedarik edip rafları dizerek başla. İflas etmemek için satış fiyatlarını ayarlamayı unutma. Tamam. Bu nedir? Yükleme alanı. Bilgisayarını kullanarak ürün sipariş et. Getdik. Aha. Deməli, buradır mağazamız. Bilgisayar budur. Bu nədir bəs? Buradan sipariş edeyim. Buradan ineyim. Yəni buradan inirəm. Etkileşim. Tası basılı tut. Neyse, yönetim toptancı. Aha. Mısır gevreği, ekmek, un, toz şeker, makarna, yok, yağ. Deməli 50 dollar pulumuz var. 18 dollar. Bir dənəsi 18 dollardır. Ha, yox, bir dənəsi 1.50'dir. Bu 18 dollar nədir bəs? Bir dənəsi 18 dollar. Hə, içində 12 dənə olacaq. Şeyin içində 12 dənə olacaq deyəsən. Ədədi 1.50'yə gəlib çıxır. Hə, onu demək istəyir. Qara sonda bir dənə bundan sifariş verək, 18 dollar. Yəqin ki, bundan eləməliydi. Yağ mütləqdir. Makarna da mütləqdir. Un da əslində gedər. Un da eləsək 32.24 dollar eləyir. Çörək də olsun da. 44 dollar da çörək. Bu birlərə pulumuz çatmalı. Param kalmadı. Yapacağınız iş. Tablet zaten. Əməli başlı şeylər var ya burada. Neyse gedək səpədə bunu satın alaq. Bax 50 dollar, qalan 1 dollar. Kargo nədir? Ha, 4 dollarda kargo var. Satın al. Getdik. Bunu satın aldıq. Pulumuz 1.88 dollar pulumuz qaldı. Yəni. Dəhşət. Mal gəldi. Bu nədir? Çörək. Aha, çörəyi. C bırak, R fırlat, C kapat. Bağladıq. Hara bıraxım ala bunu? Bunu neynirəm ki? Fırladım geçsin bəlkə. Fırlatsam da gizicdə yerdə qaldı axı. Neynəməliyəm bəs? Şöyle düzün bura. Yəni elə belə eləyirəm. Hələ ki başa düşməmişəm. İndi oynadıqca daha da yaxşı biləcək də. Bunu mən ürəyim istəyən yerə qoya bilirəm ümumiyyətlə, yoxsa? Hə, qoya bilirəmmiş. Oy. Telefonu da kırarım. Haydi. Ha telefonu da kırdım. Bəli, gecə saat 4:09-da mən bu dönüküm salırda həyatımın nə qədər düzənli olduğunu buradan görə bilərsiniz. Niye öyle diyorsunuz beyefendi? Neyse bunu bağlayaq ağzını, bunu da bura qoyaq. Bunun üstünə qoymuyor, üstünə qoyamıram. Bu kimdi ha? Eylə götürsəydik daha rahat olardı açıq. Mən açdıq. Bunlar da bura düzək. Çörəyin yanına makarna. Hələ şey sox geçsin düzürük. Yəni yəqin ki onun məsələn şey olar da. Düzəldərik sonra sağ başa. Bu nədir? Undur bu. Bunu da düzək buradan. Ya yağı niyə oradan düzdür? Yağı da elə bunun yanına düzəldik də gərək. Yox. Yağı elə bir səhv elə düzdür. Boş kutuyu dışarıdakı çöp kutusuna at. Bura atmalıymış. Ataq da. Çöp kutuda daşmır, zordur. Oyunun qrafikaları pis deyil. Oyunun qrafikaları pis deyil. Düzdür, oyun mənə biraz baha gəldi. Endirimsiz qiyməti 10 dollardır oyunun. Burada bir dənə Chevrolet Volt var. Burada bir dənə Kia Optima var. Burada da Range Rover Evoque var. Maşınlara da baxdıq. Yəni normal oyundur. Pis deyil. Bunu aça bilmirəm. Close niyə closed? Açıq olsun. Açmışıq. Oradan gəlirsən və burada da. Aslında bu open. Hə. Ürünün satış fiyatını gir. Neçə satacaq ki onu?
Deməli, indirimli fiyat, piyasa fiyatı 3.96. Məzələm mi? 3.96-dır bunun qiyməti. Onun fiyatını qoyaq 3.50. Tamam. Piyasa fiyatından biraz aşağı. İndirimli fiyat nədir? Onu başa düşmədim. Hələ deyəsən onu qoya bilmirik. Piyasa fiyatı 3.71-dir. Bunu da qoyaq 3.41. Tipa da indi biraz Obama marketidir də. Biz biraz uzuzuq. Elə bir cındır zadıq bura. Piyasa fiyatı 3.12. 2.50. Müştərilər çox gəlsin də. Piyasa fiyatı 4.50. Bunu 4-dən təliyə geçsin. Yaxşıdır məncə. Aha, kassa. Etkileşim kası basıldı. Kassa. Kapat. Aha. Nədir bu? Xanım, bu eləyir. Nə qədərdir bu? 79 dolar. Bu saxtı mənə var, yox mənə. Bir sən niyə? Çünki burada qiyməti şey eləməmişdim ona görə. Space onayla. Bunu nasıl vurmalıyam? Eksik para üstü. Para üstü də verməliyim ona. Para üstü 4.21. Deməli 1, 2, 3, 4 21. Götür. Onayla. Getdi bu. Bayaqçı qiymətdən al be bunlar. Bunlar mənə soxdular. Ver də ver. 2.50. Vur bura. 2.50. Bizim kassalar kimi deyil. Bizdə promo yazsan, ağlım ona getdi. Getdin sən də. Bu da kartla ödəniş eləyir. Maraqlı oydu ha. Xoşuma gəldi. Toplam 1.50. 1.50. Prosta ki, bu qədər müştəri gəldi, naxadı. Yəni, bir balaca səngimə başladı elə bilən. 3.41. 3.41-də buna vurduq. Getdin. Pul verdi bu. Para üstü. Nə qədər verdi bu? 6.91. Alında 6.93 da sağ ol. Para üstü yoxdur bunda. Kartlandı bu. Karta vurduq. 7.41. Getdin. Deməli, bunu götürdük. Pulu aldıq. Bu nə qədər verib? 0.59 para üstü olmalı. 55, 1, 2, 3, 4. Getdin. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. 8.50. 8.50 sünsün. Həmən kassaya vurub göndərim əlim. Buyurun. Nağd verdiniz. Buyurun. Buyurun əlbəttə. Para üstü 46.50. Bu nə pul verir? Sox deyə bu. Getdiniz. Oyunun temasını test tutduq. Biraz belə. İnşallah ki, belə də gedərdi. Yəni, mövzunu tema tutduq. E-kassayı kapat. Buradan çıxarlar. Alışverişi tamamla 10-25. Deyir 25 nəfər gəlib alışveriş edəcəklər. Onu istəyir. Elə qiyməti pulunu qoya bilərəm bir şey. Buyurun müəllim, kartla ödəniş. Kart eləyə bilirsiniz. Çox adam elə deyir abi. O bizim Azərbaycanda kart eləyə bilirsiniz. Ne kadar komik. Nə var orada? Dövlüyən tamam olmasın, keçməsin. Müəllim, xoş gəlmişsiniz, buyurun. 4 dənə cəmi ürünümüz var. Müəllim, xırda yox idi. Yox, xırdası yox. Buyurun müəllim. Adınız adını qoya bilsəydiniz zor olar, amma dükkanınız adını qoya bilsəydim. Yumurtanın sarısı market. Aha. Mal qutardığı qordur. Nağd verirsiniz, verin. Para üstünüz yoxdur, sağ olun. Nağd verirsiniz, para üstü yoxdur, sağ olun. Hələ ki, yaxşı gedirik. Buyurun xanım, xoş gəlmişsiniz. Çörək lazım idi, 2 dənə çörək. Bunların ailəsi nəsə çoxdur. Qalabalıq ailələri var nəsə. 13 dollar para üstümüz var, buyurun. Nəsə verdim, 12, 13. Burada yazılmış, veriliyor.
Bu ne dolar? Toksa yeri var. Ne oldu? Üstü 36.09 deməli 35 6 09 yəni ki 1 verir məsələn. Gəl. Saygı point. Hə. Gəlin ha. Dükan adını qoya bilirəm, supermarket. Yəqin qoya bilirəm. Yəqin prosta hələ qabaqlarda asılacaq. Ola bilər elə. Məsələn toptancıdan sifariş vereyim. Heç nə qalmadı dükanda. Ha, yağım var. Bu nədir? Bir adımdan çıxdı. Hə, makaron. Çörək makaron. Bu nə idi? Un. Çörək makaron, un sifariş verə bilərəm. Bu dəmə yola vereyim. Makaron da qutardı o. 5 dollar. Para üstəviz. Buyurun. Buyurun müəllim. 16 dollar da sizə. Buyurun. Bunlar da yağ alan olmalı. Yağı az adamalıdır. Bəlkə qiymətini baha qoymuşam. Amma onunla əlaqəli də heç demədilər axı. 50 kuruş yoxdur axı. 1 vereyim, 1 sent vereyim. Ay, 50 budur ya. Hə, bayaq deyəsən çox verdi. Yağ verdim cəmaat. Onda nəsə qatıqladım deyəsən. Yoxsa bir sifariş verə görək buradan toptancıdan. Qardaş, sən mənə 94 dollar pulum var. Mısır gəvrəyi də göndər. Ekmek də göndər. Makarna da göndər. Toz şəkər də göndər. Un da göndər. Kargoya çox çıxmayacaq. 14 dollar pul qaldı. Gəlsən toz şəkəri onda 2 elə də. Yox, kargoya da çox pul çıxır. Toplam vurarıq onda. Yönetim nədir? Ürün lisansı. Bunlar nədir? Bon papa, ürün lisansı, bekmiş. Ürün lisansı da ola bilir, faturalar, büyümə, alan 2, işə alımzat, kasiyer zor, temalı, depo kilitli, 800 dollar aça bilirəm. Hələ ki mən belə fikirləşirəm ki, pul yığmalıyam. Mənim nağdı verirsiniz, 1.50 para üstünüz var. 1.50. Buyurun. Kartla. Nə qədərdir onda? 4. 7. Kartla verir, nağdı. Nağd bu qədər alışveriş qalıb ki. Çox adam nağd alışveriş edir. Özü işığı yandıramır, amma içəri niyə qaranlıqda olur? Sağ olun, sağ olun. İşığı görə yandırmır. İşıq yoxdur burada. İşıq var axı. İşıq deyil burada. Hə, də yandırdım. Bir dənə yağ qalıb da, elə də gəlirlər ki. Saat neçədir? 8-dir. Çaşıb kassana bağladım. Tüm kasalar dolu be kardeşim. $8. Yağı 4 dollar. Yağı da satdıq, qurtardıq. Heç nə qalmadı da yəni. Kirlilik göstərgesi. Mağazanızın nə kadar kirli olduğunu göstərir. Mağaza çox kirliysə, mağaza puanları kaybetmeye başlayacaksın. Tamam. Şimdi onu ayarlayarıq. Para üstü $1. Getdim. Hanı kirlilik? Getdik təmizləməyə. Aldın üçün də bu mağazan. Bunu almaq üçün enter olsun. $6 bana verək, onsuz da heç nə qalmadı mağazında. Təbə basaraq paspası al və lekeləri təmizlə. Paspası al və lekeləri təmizlə. Nə oldu? O nə göz təmizləndi? Yaxına gəlməliyəm. Allah çöplərə bax. Ay qardaş, bağlıdır. Bağlıdır. Su basın bayağı. Tüm kağıt $4. Şey almışam.